Əziz 6-cılar, hər birinizi xoş gördük. Bugün sizinlə 6-cı sinif 2-ci fəsil, sonuncu bölmə 2-ci fəslin Troy müharibəsinin iş dəftəri mövzularını, tapşırıqlarını işləyəcəyik. Vaxt itirmədən kanalımıza abunə olun. Cəbrayıl 50 kanalında dərsliklərin izahını bax yuxarıda qeyd edəcəm. Oradan izləyin. Və bizim qruplara qoşulmaq üçün, dərslərə qoşulmaq üçün 050 600 nədir? 775 81 72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçirik biz tapşırıqlarımıza. Qədim Yunan mifologiyası ilə bağlı ifadələrin, izahların qarşısında yaz. Savaşın, mübahisənin, düşmənisinin, ciddi fikir ayrılığının məsələsi nə idi? Nifaq. Nifaq alması. Bir şeylə pərdələnmiş məkirli niyyət Troy atı. Amma digəri də var, nə? İnsanın ən zəif yeri hansında öyrənmişdik biz ötən siniflərdə Axillesin dabanı. Situasiyaları oxu, nöqtələrin yerinə situasiyaya uyğun gələn ifadəni seç. Baxaq. Məşqçi təklif etdi ki, komanda üzvləri arasında kimsə lider seçək. Bununla bağlı fikir ayrılıqları yarandı. İndiyə kimi dostluq münasibətlərində olan oyuncular bir-birinə nifrətlə baxırdılar. Bir sözlə, məşqçinin təklifi komandada nəyə çevriləcək? Nifaq almasına. Çünki onlar bir-birinə artıq nifrət edirdilər. Nifaq alması. Kompüterdə işlədiyim var. Ekonomi ərqi bir proqram təklifi gəldi. Lazımlı hesab çəkəcək. Kompüter yerində iş salında bütün sənədlərim silinmiş. Sən demə yüklədiyim həmin proqram. Troya. Gizlidir də bu. Troya atı olacaq orada. Yerdə qaldı mənim Axillesin bu mənim ən zəif yerimdir yazmaq olar. Axillesin dabanı fikrinə daha uyğun gəlir. Verilmiş mifi oxu və Sizif əməyi ifadəsinin mənasını yaz. Yunan mifologiyasına görə Sizif hiləgər və qürurlu Kornif kralı olmuşdur. Tanrılar Sizifə iri bir daşı dağın üzərinə qaldırmaq cəzasını kəsirlərdi. Daş ora çatar-çatmaz təzədən düşür aşağı yuvarlandı. Yunan mifologiyasında faydasız və mənasız əməkdən ağır və dəhşətli cəza yoxdur. Yəni bu nə deməkdir? Sizif əməyi də olacaq uşaqlar. Yəqin ki səmərəsiz iş. İş ən məntiqlisidir. Başqa bir şey yoxdur burada. Keçirik növbəti sualımız. Yəni artıq ikinci dərsimizlə bağlıdır bu. Növbəti iş dəftərində görək bu sualların cavabı nədir? Hər hansı bir problemin müzakirə edilməsi. Müzakirə ikinci adı öyrənmişdik Qlasaridə diskusiya. Müzakirə və debatı idarə edən şəxs apar, moderator. Nitq döyən, nitq söyləyən, nitq döyən, söyləyənə deyirlər natiq. Dəlil, arqument. Və qarşı tərəfin fikrini təks abonent. Tarixi mövzularda yazılmış bədii əsərlərin təsvirləri etibar mənbə kimi qəbul etmək olarmı? Uşaqlar, bunu da mən bilirsiniz ki, bu mətnləri yazmıram. Çünki siz əvvəllərdə argumentativ mətn nədir onu keçmişsiniz. Argumentativ mətn necə yazılır? Buna diqqətli olmalısınız. Argumentləri özünüz yazmalısınız. Mən sadəcə əzbər, mətnin içində olan tapşırıqları yazıram ki, sizə ən azından kömək etmiş olum. Bunu yazsam, kömək etmiş olmuram. Sizin birbaşa öyrənmənizi itirirəm. Olmaz belə şey. Müzakirə işlərindən istifadə etdilər nitq etiketlərini standart ifadələri seçib yazın. Hansı var idi orada? Nə var idi orada? Məsələn, biri var idi orada deyirdi ki, çox sağ olun. İcazənizlə o cümlənin əvvəlində idi. Sonra buyur var idi. icazə verin var idi.
icazənizlə. Bunlar standart nitq etiketlərdir. Burada o əsərdə istifadə olunmuşdur. Sonra keçirik biz Homer məsələsi, yəni dinləmə mətni ilə bağlı olan tapşırıqlarımıza. Burada nə var? Bizə deyir ki, İlyada və Odisseyanı yazarkən Homerin gözləri yaxşı görürmüş. Çünki o biçincilərə kömək eləyir və taxılın yayılması, taxılın toplanması, biçin təsvir eləyir. Bilirdi, biçini təsvir edə bilirdi. Ondan başqa nə olurdu? Biçincilərə kömək edirdi. Kömək edirdi. Bunları görə bilməyən biri edə bilməz. Sonra növbəti İlyada əsərindən verilmiş parçanı oxu, mətnin əsas fikrini müəyyən elə. Baxaq, əsas fikrimiz nədir bizim görəsən? Yunanlar və Troyalılar arasında güclü müharibə gedirdi. Bir gün ən cəsur Yunan döyüşçüsü Axilles ilə Troya şahzadə Hektor döyüş meydanında qarşılaşdı. Axillesin atdığı nizə Hektorun zirəhinə dəydi və onu ölümcül yaraladı. Sonra nəvəz Axilles, sən böyük döyüşçüsən, xahiş edirəm, əgər bacarırsan mənim cənazəmi Troyadakı ailəmə göndər. Axilles bir anlıq o sözlərini tutuldu, çünki o əziz adamı da itirməyin acısı bilirdi. Troya padşahı Priam oğlunun Hektorun cəsədini almaq üçün Axillesin yanına gəldi. Axilles padşahın gedəni görüb razıladı. Düşmənlər bir anlıq birlikdə yas tutub sülhə gəldilər. Deməli, mətn parçasının adı nə ola bilər? Mətn parçasının adı nə ola bilər? Mərdlik ola bilər. Əsas fikir nədir? Əsas fikir nə ola bilər? İnsanlıq vacibdir. Yəni, əsas döyüş deyil, insan kimi də davranmaq lazımdır. Bunun döyüşə heç bir aidiyyatı yoxdur. Bu münasibətdə siz bildirirsiniz. Sizə görə Axilles düz hərəkət elədi, yoxsa səhv hərəkət elədi, siz olsaydınız nə edərdiniz? Bunu siz yazırsınız. Yazıları mən etmirəm. Çoxdandır mən izləyirsinizsə bilirsiniz. Hansı misrada doğru sözü qoşmadır? Doğru sözü qoşulur yönlü kala. Yönlü kala. Ata kimi sənə bəzən kitab doğru yol göstərir. Xeyr. Hamımız səs gələn tərəfə doğru. Bu. Nakəsin doğru xeyr. Ələskər elmində olmadan belə doğru söz. Cavabımız 2-dir. Çünki burada yönlü kala qoşulub qoşmadı. Sonra o parka kimi getdi. Getdi lap yaxşı. Yəqin ki parka gəzməyə gedib. Deməli parka kimi getdi. O parka tərəf getdi. Parka sarı getdi. Parka qədər getdi. Deməli, kimi ilə qədər? Qədər. Burada kimi ilə qədər. Buradakı bu olur, məsafə mənası bildirir. Bir yerdə qalan tərəf sarı, doğru. Onları yazacaqsınız bura. Yəni 2, 3, 5. Bu da bildirir istiqamət. Hansı cümlədə kimi qoşması qədər qoşması ilə sinonimdir? Yenə nə durursan pəhləvan kimi, çirməyib qolunu bənzətmə bilir. Dolansın boynuna vətən yollara, anamın taxtığı həmail kimi. Kimi qoşması qədər qoşması. Gecələr sübhə kimi, sübhə qədər olacaq burada. Gecələr sübhə kimi, sübhə qədər mənasını, yəni zaman mənasını bildirdi burada. Uzaqdan ömrünün bir anında yel qədər olmaz. Ç tapşırığına keçirik artıq. Ç tapşırığında nə istəyir bizdən? Baxaq. Fərqləndirilmiş sözü hansının hissəsinin olduğunu. Bu tərəf dağlıqdır, bu isimdir. Evə tərəf yönlü kala qoşulubsa qoşmadır. Əvvəl çıxlıq hala qoşulubsa qoşmadır, qoşulmayıbsa zərfdir. Elçinə qarşı münasibəti yönlü kala qarşılıqlı qoşma, qoşulmayıbsa sifətdir. Dünəndən bəri çıxlıq hala qoşulubsa qoşma, qoşulmayıbsa
zərfdir. Bununla da işlevlər izahımız bitdi. Növbəti izahlarda görüşərik uşaqlar. Hələlik.